Gəlin birbaşa mətləbə keçək. İqtisadiyyatın bəlkə də ən çox müzakirə olunan suallarından biri. Minimum əmək haqqını artırsaq, insanlar kütləvi şəkildə işsiz qalacaq. Baxırsan, hökumət maaşları qaldırır, bir müddət sonra da işsizlikdə artım görünür. Yaxşı, bəs bu sadəcə bir təsadüfdür? Yoxsa bu ikisi arasında dəmir bir məntiq, bir səbəb-nəticə əlaqəsi var? Bunu necə sübut edə bilərik ki? Bax, problem də elə bundadır. Real iqtisadiyyat steril bir laboratoriya deyil axı. Hər şey eyni anda baş verir, hər şey bir-birinə qarışıb. Bir yandan maaş artır, o bir yandan yeni texnologiya gəlir, başqa tərəfdən beynəlxalq bazarda nəsə dəyişir. Yəni işsizliyin artmasına yüzlərlə fərqli səbəb ola bilər. Bu xaosun içindən həqiqi səbəbi necə tapaq? Elə bugünkü araşdırmamız da məhz bu suala cavab axtaran çox maraqlı bir sahə haqqındadır. Bura, iqtisadiyyatın insan davranışını birbaşa sınaqdan keçirdiyi canlı bir laboratoriyadır. Deməli, birinci hissə, iqtisadiyyatın canlı laboratoriyası. Bu qarmaqarışıq dünyada səbəblə nəticəni necə ayırd edə bilərik? İqtisadçılar real dünyanın bu xaosundan qaçmaq üçün özlərinə xüsusi bir oyun meydançası yaradıblar. Əsas ideya əslində çox sadədir. Gəlin insanların real həyatda necə davranacağını anlamaq üçün kiçik, idarə olunan sanki bir video oyun kimi mini dünyalar yaradaq. Bu, iqtisadçılara sadəcə fərz etməyə yox, nəzəriyyələrini real insanlar üzərində sınaqdan keçirməyə imkan verir. Və bu təcrübələri güclü edən 4 təməl prinsip var. Birincisi, nəzarət. Yəni, hər şeyi sabit saxlayıb, ancaq bir şeyi dəyişirsən ki, təsirini görəsən. İkincisi, təkrarlana bilmə. Yəni, başqa alim də eyni təcrübəni aparsa, eyni nəticəni almalıdır. Üçüncüsü, real təşviqlər. İnsanlar oyunun sonunda real pul qazanır, buna görə də qərarları daha ciddi alırlar. Və nəhayət, aldatma yoxdur. Qaydalar hamı üçün açıq və aydındır. Bax, bu prinsiplər bu sahəni elmi cəhətdən möhkəm edir. İndi isə keçək ikinci hissəyə, qərarlarımızın psixologiyası. Gəlin hamımıza birbaşa aid olan bir məsələyə, pensiya yığımına baxaq. Bu sahədə aparılan bir təcrübə insan psixologiyası haqqında çox təəccüblü həqiqətlər üzə çıxarıb. Hə, bu vəziyyət yəqin ki, hamımıza tanışdır. Elə deyilmi? Hamımız bilirik ki, gələcək üçün pul yığmaq vacibdir. Amma bugün o pulu xərcləmək daha cazibədar gəlir. Beynimiz indiki həzzi gələcəkdəki xeyirdən üstün tutur. Bəs bu tənbəlliyi necə dəf etmək olar? Alimlər çox sadə, amma dahi bir test keçiriblər. İştirakçıları iki qrupa ayırıblar. A qrupundakı insanlara deyilib ki, pensiya planına qoşulmaq istərsinizsə, gedin ərizə yazın, aktiv bir addım atın. B qrupundakılar isə plana avtomatik olaraq daxil edilib, amma onlara deyilib ki, istəmərsinizsə bir ərizə ilə plandan çıxa bilərsiniz. Sizcə nəticə necə oldu? Nəticələr sadəcə inanılmazdır. Könüllü qoşulma olan qrupda iştirak çox aşağıdır. İnsanlar tənbəllik edir, unudur, sonra edərəm deyir. Amma avtomatik qoşulma sistemində iştirak səviyyəsi, necə deyərlər, kosmosa uçur. Fərqə bir baxın. Cəmi bircə qayda dəyişikliyi insan davranışını bu qədər kökündən dəyişə bilər. Möhtəşəmdir. Buna iqtisadiyyatda default effekti deyirlər. Yəni, biz insanlar üçün ən asan yol heç nə etməməkdir. Əgər sistem bizi bir yola avtomatik yönləndirirsə, biz çox vaxt elə o yolla da gedirik. Çünki mövcud vəziyyəti dəyişmək üçün əlavə enerji sərf etmək istəmirik. Ətalət düşündüyümüzdən qat-qat güclü bir qüvvədir. Keçirik üçüncü hissəyə, sosial oyunların qaydaları. İndi isə gəlin insanın başqa bir tərəfinə, ədalət hissinə baxaq. Və görək ki, bəzən bizim üçün ədalət puldan necə daha dəyərli olur. Bu təcrübə insan sırf məntiqi ilə hərəkət edən egoist bir varlıqdır fikrini darmadağın edir. Oyunun adı ultimatum oyunudur. Qaydalar çox bəsitdir. Təsəvvür edin, ikiniz varsınız və ortada 10 manat pul var. Birinci oyunçu pulu bölüşdürməyi təklif edir. Məsələn, deyir ki, mən 9 manat götürürəm, sənə də 1 manat verirəm. Sizin isə 2 seçiminiz var. Ya hə deyib 1 manatı götürürsünüz, ya da yox deyib təklifi rədd edirsiniz. Əgər rədd etsəniz, heç kim bir qəpik də almır, pul batır. İndi vicdanla deyin, sizə 1 manat təklif etsəydilər, qəbul edərdiniz? İndi soyuq məntiqlə düşünsək, cavab bəllidir. Klassik iqtisadiyyat deyir ki, əlbəttə, qəbul etməlisən. Niyə? Çünki 1 manat 0 manatdan yaxşıdır. Rasional insan cibinə girən puldan imtina etməməlidir. Amma bir anlıq düşünün, real insanlar, sizin kimi, mənim kimi insanlar bu vəziyyətdə nə edir? O 1 manatı götürüb alçaldılmış hiss etməyi seçir, yoxsa nə mənə, nə sənə deyib ədalətsizliyə dərs verir? Reallıq isə budur. İnsanların böyük əksəriyyəti bu cür ədalətsiz təklifləri rədd edir. Bəli, hətta bu onlara pul itirmək bahasına başa gəlsə belə. Bu təcrübə göstərir ki, bizim üçün ədalət hissi, ləyaqət hissi bəzən maddi maraqlarımızdan daha üstün gəlir.
Biz sadəcə pul qazanan maşınlar deyilik. İndi gəlin əməkdaşlıq məsələsinə baxaq. Yəqin hamımız tələbə vaxtı qrup layihələrində olmuşuq. Həmişə bir neçə nəfər var ki, bütün işi görür, bir ikisi isə necə deyərlər, patasərənlik edir, yəni heç nə etmədən axırda eyni qiyməti alır. Bax, bu iqtisadiyyatda free rider problemidir. Təcrübədə də eyni ssenari baş verir. Əvvəlcə iştirakçılar həvəslə ortaq bir fonda pul qoyur, əməkdaşlıq edirlər, amma bir müddət sonra bəziləri ayılır ki, mən niyə pul qoyuram ki, qoy başqaları qoysun, mən də qazancdan payımı götürüm və tədricən əməkdaşlıq sistemi çökür. Amma sonra tədqiqatçılar oyuna yeni bir qayda əlavə edirlər. Artıq siz potasərənlik edənləri cəzalandıra bilərsiniz və bu kiçik dəyişiklik hər şeyi dəyişir. Nəticə, cəza imkanı yaranan kimi əməkdaşlıq səviyyəsi yenidən kəskin şəkildə artır. Bu bizə çox vacib bir şey göstərir. Sosial normaları qorumaq üçün cəza mexanizmləri kritik əhəmiyyət daşıyır. İnsanlar tək başına fəaliyyət göstərmir. Davranışlarımız birbaşa sosial mühitdən asılıdır. Və gəldik sonuncu hissəyə, laboratoriyadan real həyata. Yaxşı, bütün bu təcrübələrin, oyunların gündəlik həyatımızla nə əlaqəsi var? Düşündüyünüzdən də çox. Bu akademik kəşflər artıq dünyamızı aktiv şəkildə formalaşdırır. Baxın, bu prinsiplər artıq hər yerdədir. Hökumətlər vergi bildirişinə sadəcə sizin məhəllədəki insanların 95% vergisini vaxtında ödəyir cümləsini əlavə etməklə milyardlarla əlavə gəlir əldə edir. Restoranlar menyuda sağlam yeməkləri daha çox diqqət çəkən yerə qoymaqla onların satışını artırır. Və əlbəttə, pensiya təcrübəsində gördüyümüz kimi avtomatik qoşulma sistemləri milyonlarla insanın gələcəyi üçün daha çox pul yığmasına səbəb olur. Və bütün bunlar bizi çox dərin, fəlsəfi bir suala gətirib çıxarır. Əgər davranışlarımız bu qədər kiçik, incə toxunuşlarla dəyişdirilə bilirsə, biz həqiqətən də öz azad iradəmizlə qərar veririk, yoxsa sadəcə bizim üçün dizayn edilmiş sistemlərin içində axınla gedirik. Minimum əmək haqqından tutmuş, pensiya seçimlərimizə qədər, bəlkə də iqtisadiyyatın əsl mühərriki, rəqəmlər, formullar deyil, elə bizim öz mürəkkəb psixologiyamızdır. Bu, üzərində düşünməyə dəyər.